Əhalinin göz aydın olsun. Milli Məclis bugün video konferans vasitəsilə iclas keçirib və icbari tibbi sığorta və sığorta ödənişləri ilə bağlı bəzi qaydaların dəyişikliyini müzakirə edib. Nəyi müzakirə ediblər? Mən sizə izah edənədək siz kanala abunə olun. Milli Məclis çox hörmətli deputatlar düşünür ki, əvvəllər iş yerində bədbəxt hadisə baş verərdisə, şəxsə əlillik təyin olunmalı idi ki, sığorta ödənişi alsın. İndi isə deyirlər ki, gəlin əlilliyin dərəcəsi olsun. Məsələn, 20% mi əmək qabiliyyətini itirib, 30% mi və s. və ilaxır. Ən əsas məsələ də odur ki, əvvəllər bu ödənişlərdə limit yox idi axı. İndi də Milli Məclis deyir ki, gəlin bunun yuxarı həddini qoyaq. Əgər vətəndaş 2 əlini 2 ayağını da itiribsə, biz buna 1 milyon niyə təzminat verməliyik? Minimum əmək haqqı nə qədərdir? 400 manat. Onun min mislini verək, yəni 400 min manat. Şəxsən mən 2 əlimi 2 ayağımda iş yerində itirsəm, 400 min manatla qane olmazdım. Amma Milli Məclisin deputatları belə düşünürlər. Siz nə düşünürsünüz, nə düşünmürsünüz? Şərh bölməsində danışaq.